yaşa. Həyatın öyrətdiklərinin ardınca gedin. Xoş gördük. Mamografiya. Diaqnozun düzgün qoyulmasında həkim radioloqunun üzərinə düşən bir vəzifədir. Süd vəzi xərçənginin erkən diagnostikası üçün əvəzsiz üsul. Eğer hastaya biyopsi yapacaksanız neden yapmaya kalktığınızı, ameliyat yapacaksanız neden yapmaya kalktığınızı kanıtlamak zorundasınız. Yaşıl çay və qara çay. Təbabətin dostu. Öləyə bilməm, amma mənə çox faydası var. Yaşıl çay barədə qida bölümündə. Çən, cin, ya 2 dəfə cin, ya 2 dəfə çən, nəysə belə bir təhər adı var. Qarın altından bənövşə necə çıxır və gözəlliyini göstərirsə, hər çətin prosesin içində də bir yaxşı tapıb, bir yaxşı yol tapmaq mümkündür. Narkotik asılılıqdan necə qurtulmalı? Əgər xəstə həkimin tərəfinə keçsə, biz 2 olar və xəstəliyə qalib gələrik. Həyat tərzini qaçırmayın. Xalq təbabətində Mastopatiya 2 cür fərqlənir. Difuzlu mastopatiya və düyünlü. süd vəzlərinin sadə kistalarına çarə. Çox yaşa. Hər şənbə bazar saat 13-də ATV kanalında. Verilişin sponsorları Natura Sibirika, gözəllik təbii olmalıdır. Multitaps Immunna, Avropanın ən populyar vitamin və mineral kompleksi. Play Arena, məktəbə qədər tərbiyə müəssisəsi. Oldenburger Fermer Xaması, ekoloji